Qızlar, kosmetologlara dünyanın pulunu tökməyə gerək yoxdur. Professional baxım rutin qulluqlarını kəşf edirsiniz. Mənim kimi illərdir istifadə edirəm. Mən ümumiyyətlə heç bir kosmetolog yəni tanımıram, getmirəm. Ev şəraitində üz dəri təmizliyimi edirəm, dəri qulluğumu edirəm. Lazımı olan, dəriyə lazım olan artıq müəyyən yaşdan sonra yəni istehsal edə bilmir, gücü çatmır dərinin. O turşulardan istifadə edirəm, professional kremlərdən, professional baxımlardan istifadə edirəm. Dəriyə o qədər də bir şey lazım deyil. Çox bir şey ehtiyac yoxdur. Səhər axşam qulluğumu edirəm və hamar, parlaq, təmizlənmiş, hüceyrə yenilənmiş, elastik dəriyə sahib oluram. Yəni kosmetologlara dəfələrlə zamansız, yəni bilirsiniz, heç olmasa 60 yaşından sonra başlayırlar getməyə, deyəm ki, hə. Zamansız şəkildə dünyanın pulunu tökürlər kosmetologlara və inanırsınız ki, çoxlarını tanıyıram, məndə olan nəticə onlarda yoxdur. Ona görə də, yəni, professional qulluq tapıb istifadə etmək daha yaxşıdır. Nəyə görə? Çünki kosmetologları, yəni savadlı var, savadsız var, hər cürə kosmetologlar vardır. Pul üçün nəsə sizə deyənlər var, özünə çəkənlər var, yalanlar var, bir çox problemlər var, yaxşı dərinizi tanımayanlar var. Ona görə, amma professional qulluq tətbiq edəndə artıq siz seçə bilirsiniz ki, sizin dərinizə hansı tətbiq olunmalıdır və zaman keçdikcə yaxşı nəticələriniz olur. Mən çox şanslıyam, çox xoşbəxtəm ki, mən bu professional qulluqları kəşf etdim, tanıdım, İsveç istehsaldır və heç bir kosmetoloqa da boşuna pullar tökmədim və hələ ki bu yaşımda bu nəticə məni qane edir. Ona görə də sizə də məsləhət görürəm və mən nə istifadə edirəmsə hamısı səhifəmdə vardır, paylaşmışam. Baxın, tanıyın və yazın, sizə də köməkli edim.